Yadınızda saxlayın, qorunmayan istenilen şey senin alın tərinlə qazandığın şey olsa belə sahibsizdir. Halal olan şey təkcə qazanmaqla sənin olmur. Qazandığın şeyi layiqincə qorumağa çalışdıqca o sənin olur və sənin haqqın olur. Mən insana oğurluq etməyi yox, əksinə istənilən şeyi qazanmağa səy göstərməyi, gecə gündüz əmək verib alın təri tökərək sahib olmağa aşlamışam. Lakin mən insana deyirdim, qazanmaq sənin işindir, qorumaq Allahın vəzifəsi. Və beləcə insanın anasını ağırlar günə qoydum. Əgər hamı qazandığını qorusaydı, oğurluq deyilən şey də olmazdı. Oğurluq qazanılan şeylərə layiqincə sahiblənməyəndə baş verir. Oğurluq baş verəndə oğru qədər təqsirkar malı oğurlanan adam da məsuliyyət daşıyır. Mən insana qorumaq məsuliyyətini Allahın və sair şeylərin üzərinə atdırdım. Siz isə deyirsiniz ki, şeytan insana uğurluğa sövq edir. Halbuki insana halal qazanmağı mən daha çox təlqin edirdim. Uğurluq ediləndə mən orada değildim. Sadəcə sizin malınız uğurlanmışdı. Və siz öz səhvinizin bədəlində bir günahkar axtarırdınız. Bir insanın malı uğurlananda o insan öz günahını görüb ayırmaq istəyəndə mənəm o insana gəlib deyən ki, bu sənin günahın deyil, Allahın imtihanıdır. Yəni siz səhv edib ayrılmağa çalışanda sizə bu Allahın bir imtihanıdır deyən, əvəzində daha yaxşısını verəcək deyən məhz elə mən idim. Sizə belə deyiblər ki, şeytan insanı Allah'tan uzaqlaşdırır, insanı dinsiz, imansız edir, insanı Allahsız edir. Halbuki insan hər dəfə səhv edəndə narahat olma, bu Allahın imtihanı deyən mən idim. Halbuki bu imtihan değildi. Ayılmaq daha doğru yola getmək üçün bircə şans idi. İsa yenə səhv edəndə gəlib ona deyirdim ki, narahat olma, sənin bu dünyada bir günahın vardı. Allah sənə cəzanı bu dünyada kəsdi ki, cəhənnəmə atmasın. Məndən çox insanı sakitləşdirib Allah'a tərəf çəkən ikinci bir kəs olmadı. Mən sizi Allahın yanına darta-darta Allah'tan uzaqlaşdırdım. Mənim adım 6000 ibadəti olan mələklərdən ötə məqam sahib olan şeytandır. Mənə Bismillah sözü ki təsir etmir. Çünki axı daha əvvəl demişdim, İnsan alçaqlığının zirvəsində qalıb öz pisliyindən iyrənib adam olmaq üçün, düzəlmək üçün ayılmağa başlayanda onu o dəhşətli vicdan ağrısından xilas edən mənəm. Bismillahirrahmanirrahim sözünü, yəni bağışlayan və mehriban Allahın adını ona xatırladıb, ona Allahın mərhəməti ilə sakitləşdirib öz alçaqlığında saxlayan mənəm. Mən Bismillahdan qorxacam, qorxmaram. Mən elə bu sözlə neçə adamı naqis vəziyyətdə saxladım. Mənə bir iblis deyib dinlə və Allahın kəlamı ilə qorxutmağa çalışırsınız. Halbuki mənəm Allahın kəlamını dilindən salmayan. Mən müqəddəs kitabları sizdən daha yaxşı bilirəm. Mən Allahın kitabının hafiziyəm. Hafizi Tövrat mənəm, hafizi İncil mənəm, hafizi Quran mənəm. Sizi Allahın sözü ilə bir marionet kimi hərəkətə gətirən də mənəm. Baxıram insan hansı vəziyyətdədir və həmin vəziyyətdə Allahın hansı sözü onun xeyrinə yox, ziyanınadırsa məhz onu ona təlqin edirəm. Mənim qarşımda heç bir bəşər dura bilməz. Mənim fəlsəfəmdə alçaq insan demək olar ki yoxdur, oğru demək olar ki yoxdur. Ayıq sayıqlığı əldən verib cinayətə şərait yaradanlar var. Çünki cinayətə şərait yaratmaq törədilər cinayətdən daha güclü bir məsuliyyət yaradır və unutmayın, məni də Allah yaradıb. Gələcəyi bilən Allah heç vaxt yararsız bir şeyi xəlq etməzdi. Siz